quraqlıq sahil ölkələrinin kənd təsərrüfatını məhdudlaşdıran əsas amildir. Əkilən bitkilər məhsul vermədən birbaşa tarlada quruyur. Heyvanlara su və yemək çatmadığından məhv olur. Nəticədə əhali əziyyət çəkir. Heyvanların çox otarılması, eyni bitkilərin təkrar əkilməsi, torpağı gücdən salması, çoluqlardan və ağaclardan yanacaq kimi istifadə olunması səhralaşmaya gətirib çıxarır. Bəyənmə. Afərin. 8-ci sinifdə oxuyur, amma 9-cu sinif materialını belə mükəmməl bilir. Görürsünüz uşaqlar, rayon olimpiyadasının qalibi necə olur? 2 qat. Afərin. Bəli, bu ortaydı. Məmnə, Alpədə xəbər çıxmadı. Səbirli ol, az qalıb. Salam əleykum. Salam əleykum Aziz qardaş. Öldür altını. Oyuncaq parkında qardaşlar. Gecikdin idrak. Nə tərəfini keçdim? Ha? İşi Süleyman'a verdim. Qadınlarım, bə o işi mənə söz vermişdin axırıma da. Mən nə qaydım? Sən vurdun, orada 2 dəqiqə keçdi. Mən öğlədən bəri ayaqlarım qata-qata gəlmişəm. Qadınlar. Amma kim Süleyman səndən tez çatdı. Süleyman özünə baxa bilmir. Qoy sürüyə nəsə baxacaq, burada vuracaq hamısını. Ferma yiyəsi onu seçdi çoban kimi. Həm də onun iti var, sənin nəyin var? Mənim də... Süleymandan çoban çıxmaz. Amma kim səndən jivoydu. Saat qardaş, mən müsaidə arvad uşağın gözünə baxa bilmirəm qadınlara. Vəziyyət çox ağır deyildi. Birazdan da qışlıq başlayacaq. Mənim də əlimdən çobancılıqdan başqa bir iş gəlmir. Qadınlara bu işi mənə ver. Süleyman'a deyinən ki, alınmadı ona. Ferma yiyəsi ilə gəldi, görüşdü, əl sıxışdı, maaşını danışdı, işi götdü, getdi. Tez gələrdin sağ verərdim. İndi mən ona nə tərəf qaz eləyim? Olmur ha? Nə qədər getdi sağ Süleyman'ı? Burnun girməyən yerə başıyı soxma. Qatına. Haxışda. Ayrı kızarı. Hı. Gelin vallahi bu kızın bəxtin yanına çıxdı. Gelirlər gəldən Bakıda şey var. Az yemeğim vardı. Maşallah. Allah seriye indi taxtını açsın. Yaxşı birər tapıb getsin. Amin inşallah. Var istəyən zad var mı? Az biz hələ qapımızı heç kimə döydürməmiş. Böy. Dövməyib hələ. Sənə 8-də oxuyur. Kız məktəbi bitirmədən ver getsin. Saxlama ha. Adına söz zad çıxar. Niyə aman olur? Allah kərimdir. Yaxşı birər tapar. Saxlamazsınız. Verərsiniz. Nə deyim valla. İnşallah. Ağa, neçə almışsan bu? Mənlə sən? Haralda sənlənim də. İndi desəm nə olacaq, deməsəm nə olacaq? Dədə. Belə ki, almaq istəyirəm, sonra. Ha, səni bunu almağa nə pulun çatar, nə də yaşın. Hadi, indi çatmır, bir gün çatacaq da. Satanda deyərsən, hələ yelsəbət sür. 3 tane.
Bir gün birini alıb görərsən sən. Ay da bunun da ye. Yok istemem. Ay dədə, mən deyək ki, Bakı Olimpiyadasına dəvət aldım. Məni apara bilərsiniz. Ay Seriye, kız xarlağının Bakıda nə işi var? Bizim kəndin məktəbini təmsil edəcəm da. Bu boyda məktəbdə şagird tapılmadı. Deyirlər ki, Seriye təmsil edir. Elə mi? Ha? Ay dədə, mən heç vaxt Bakıda olmamışam, nə olar? Ay qadan alım, ay başına. Görsən, öydə eşdə heç zad yox demək. Axırıncı kartofu qızartdı anam. Bu qabları bilmir nə yutsun. Qabyanın zadı aynı önü yoxdur. Qadan alıram, bir işlər var. Onları həll edeyim. Danışarıq, yaxşı mı? Qoy yeməyimizi ye. Ay dədə, mən indi demirəm ki, hələ bir ay sonra olacaq. Heç olmasa sürücülərdən biri məni aparıb gətirərdi da. Yəni yoxlu sacıq onu da ki, bir yığmışam mən. Oradan da az bunu. Sənə var. Ay mama, bax, yeməyi də özümdən aparıram. Yeri gəlsin, azca qalaram. Nə olar, bir də sizdən icazə lazımdır. Bircə günlük qurbanınız olun, nə olar? Qadan ala. Başına dönərəm. Yeməyini ye, danışarıq, yaxşı mı? Həm bilirsiniz, mən qalib gəlsəm məni Avropaya da aparacaqlar, Az. Bakı cəhənnəmə. Sən xaricdə nə işin var? Bizim kəndin problemini həll edəcəm da. Az kəndimizin problemi xaricdə nə dəxli var? Kəndimiz quruya gedir onsuz da. Ot quruyub, sular quruyub. Bəlkə sonsuza qoyunlar da öləcək. Dədəm də işsiz qalacaq da. Allah keş bu qızın günahından. Ay səni, sən məktəbin pisdirmi? Yoxsa nəsə problemin var? Yox, həm bilirsiniz, mən Avropaya getsəm, mənə çoxlu maaş verəcəklər, amma pul verəcəklər mənə. A Seriye, a kızım. Sen bu boyda yaylanı, bu boyda ananı gözə verə, torpağını. Bura sənin doğma yerindir. Sen buranı qoyub o begafur gəzən o Avropalıların yerinə mi yaşayacaqsan, ha? Ay dədə, başıma dönüm, qurbanın olum. Beni getsə olsa quruya gedir bütün kənd. Bəlkə sonsuza səhralaşacaq hər tərəf. Həm yoxsuz, Rəssada da getdi Amerikaya, bütün dünya onu tanıdı. Deyir, oturmuşdu dana, oturmuşdu gül kimi tuvalarına gedib pulunu qazanırdı. İndi nə oldu? Getdi orada xaricdə oturub bütün gün dıqdıq çəkir. Nə dördü? Ta Seriye. Ay dədə, başıma dönüm, qurbanın olum. Mən bütün dünyanı gəzib, bizim problemimizi həll edəndən sonra kənddə adla tanınacam, Az. Gizsən, miraq olsun. Ağzını yum, yemeğini ye. Eşittin mi? İştahımızı köremedi ana. Dede, şey, bu Apache elcet var ya. Ha o şey ana tebrik olun. Dünyanın arkası. Allah müəllimə uzun can sağlığı versin. Deyirəm, Aydır, Var. onun oğlu zat varmı? Ana! Ana! Az nə olub? Hazırsan? Hə. Səriyə İbrahimova, sizi təbrik edirik və Bakı Olimpiyadasına dəvət edirik. Gözün aydın Səriyə. Müəllimə, siz
Siz ne danışırsınız? Mən boşa gedirəm. Mən boşa gedirəm. Səriyə bax, bunu qeyd eləmək lazımdır. Bu hansı olimpiyadandır? Bu olimpiyadanın deyil. Bu məndən sənə bonusdur. Özünə nə salarsan Səriyə? Salam Maysəmə. Salam Sari. Maysəm 2 kilo kartof bir də qabyan verərzdə zəhmət olmasa. Qabyan. Kartof var, qabyan prosta bilmirəm. Mən elə buna hər gün deyirəm ki, gəl bu alver eləyək, mal vuraq, deyir ki, ayın axırı vurarım, mal oğlu mal. Düzür. Gözlə görüm. Bax, nə qədər demək olar, daşa divara desən dillənir, bu dillənmir. Salam Məlişim qardaş. Salam Mələş qardaş. Ne yapıyor başka sigaret? Ha, başda, sigaret başda. Sariya, sana baxdın, mən bir dənə ora baxım gəlirəm. Sen ne qəşəng sumkan var. Nə dəmi? Deyirəm, xoşum gəldi sumkandan. Bu sənə balaca olar, amma əgər istəyirsənsə, yerini öyrənib deyərəm gəlib sən də alarsan, yaxşı? İstəyirəm. Dədəmdən öyrəndim, gəlib deyərəm. Hoppa. Sariya, bu kartof, bura. Qabyan. Ha, qardaş, sana sigaretin. Məndə ödəniş kartla olacaq, telefonla. Kartla olacaqsa, vallahi bu kompüterdə də başım çıxmır. Görəsən, bax gör nədir. Çatar inşallah, güvəndir adama oxşursan. Amma bu sənin pulun. Sariya, mən axırda yoxdur, 7 motorlu köpəklə 2 əlini mən sana arvan qaldım. Mən ödəyə bilərəm. Yox, nə ehtiyac yoxdur. Maysəm, qoy bu səndə qalsın. Qalsın. Sabah gəlib götürəm, sağ ol. Sağ olun, sağ olun. Bu Səriyə kimin qızıdır? Çoban İdraşın. Baxın, nətər doğrayırsan. Hə, qəşəkdir. Yaxçı doğra ki, sonra sabah bürsün bir evə gedib düşəsən də, qoy qaynanan söhbət eləməsin. Amma Hay can, sana bir şey demək istəyirəm. can, de. Sən də. Yox, sən de, sonra mən deyərəm. Yoxsa mən deyirəm də, sən birinci Yox, de, qızım, sonra sən- ki, mən deyirəm də, Ay qızım, sən de. Mən sənə qoyuqlar, sən de, səndən de, sən de, mən də ərə gedirsən. Nə? Sən 8-ci sinif qutarsan. Mən nə bilmişdim? Və? Nə və? Az harda görümsən ki, 10-11-ci sinifə kimi qız xeylağı qalsın? Heç fikirlərsən cəmaat nə deyər? Əlatı Səriyanın ailəsi deyərlər. Poh, oxuyanlar nə poh yiyiblər ki? Bax, əllərin böyüyür, ayağın böyüyür, yanın, başın böyüyür. Mən 15 yaşında olanda səni gözləyirdim. Nəyə pisdir ki? Amma sən mənə bədbəxt eləmək istəyirsən. Bu yaşda ər nədir? Az. Ərə gedən nə vaxtdan bədbəxt olur? Bədbəxt qızı bədbəxt. Ailə müqəddəsdir, müqəddəs. Günə usta su quruyur, otlar quruyur da, hamı da buna göz yumur. Beləcə sonsuz hamı işsiz qalacaq, sonra da heç kim xoşbəxt olmayacaq. Az yaman böyük danışsan, ha? Uşaqsan, uşaq yerində otur. Sözün demirdin ki, böyümüşsən. Qız gelin, kartofunu soy. Kartofunu soy. Ha,
Valla kardeş bunu telefonla ben ettim. Tamam. Hiç o haqda fikirləşməmişik ya qardaş. Valla nə deyə bilərəm? Buyurun çetin. Öyrəndin mi mukamını yerini? Allah saklasın. Allah sizin balalar saxlasın. Sən Həmişə siz gələsiz. Deyərlər. Şahslarda. Alma. Bunlar kimdir? Niyə gəlibdilər? Dədən işinə görə gəliblər. Bu ağ şalvarlı kişi var, O dünənləri məndən sumkamın yerini soruşdu. Bəyənmişdi. Deyəsən yamanca bəyənib. Moskvadan da təzəlikcə gəlib. Onun bizim kənddə bir firması var idi. İndi gələn kimi onu təzədən bərpa eləyir. Çox imkanlı adamdır. İnşallah Allah qoysa atana da bir iş tapşırar. Bəlkə biz də bir ağ gün gördük. Qartof yeməkdən kraxmala döndük ta. Ay Drək, nə deyirsən? Nəyə görə? Ay nətər nəyə görə? Görmədin nətər mərfətli qanacaqlı ailədilər. Hələ arvadın boynundakı, qolundakı qızıl bağları gördüm. Məncə razılaş. Halbuki sonra seri hələ uşaqdır. Qoy böyüsün eləsin, sonra bir şey eləyərik. Ay, Səriyə uşam böyük. Nətər yəni böyüyür? Ay nətər lazımdır, elə də böyüyüb da. Artıq uşaq da törəyə bilər. Haqqı? Haqqı. Gəl belə eləyək. Gəl biz onlarla birinci söz kəsək, sonra kəbin kəsək. İki ilə də toylarını eləyək. Qoy bu ailədən də kimsə xoşbəxt olsun da. Biz də yazıq, bir ağ günə çıxaq. Arzuqsarı. Haydi. Qədəmə iş təşrif elədi, dedi. 400 manat maaş verəm. Dedi, çobanlıq elə. Ondan sonra dedi, firma sağ verəm. Bə sən nə dedin? Mən iş nə deyim? Nə tərhiş nə? Nə tərhiş nə? Ay, razılaş. Qoy, ömründə bircə dəfə mənə qulaq as. Qoy o firmayı versin sağ, ondan sonra da tola varaz Süleyman. Ömür boyu sənin qabağında eşək kimi işləsin. Razılaş. Sen bir bunun dadına bak. Ama nasıl haricisi seyli ha? Paprostu. Buyur İlaç, buyur. Allah razı olsun. Sen bana inan ki senin kızın etibarlı ellerde, etibarlı ailede olacak. Elədir, mən qapımı kimlər döydü? Dedim, rakip sözlü adamdır. Heç kimə qataşmadım. Elədi. Kimlerdeydi ki kapım? Ha? Allah senden razı olsun. Ki öz ailene məhz məni qəbul elədi. İndi mən deyirəm biz bu nişanı yubatmayaq.
Ömür gedir, yaş gedir. Hayat Mən istəyirəm ta bir dəfəlik Moskvaya köçəm gedəm. İnan Allaha, mən bütün gün səriyə eyni söz deyirəm. Deyirəm, ha qızım, nə var burada çətdə? Get o köşkünlə bu xaricə, oranın suyu, qazı, işığı, hər şeyi var orada. Bu şərait başqa. Elədir, əlbəttə, elədir. Ona görə gəl biz yubatmayaq. Elə günü sabah gələk. Gəlin, qardaş, mənim qapım üz-üzə açıqdır. Nə gəlsin? Nişan eləyək. Valla Raşif qardaş, belə deyə lapdan demək də belə, mən onu heç olma bir 4-5 qabaq bilərdim, mən bir iş görərdim, mən belə olmur ha, valla. Səni başa düşürəm, sən narahat olma. Mən bunun, inan mənə, bu qızın bu şeyi var, bu cehizi, Bu zaten pulu qoy hamısı var. cibə. Götür bu pulları qoy cibə. Valla xacalat versən, bu nədir Raşif qardaş? Ürəyin nə tər istəyir, elə də hazırlaş. Yəni bu cəddə heç kim deməsin ki, Raçifin qaynatası qızına nişan eləyəm. Yox, deyə, onda Allah belə bizə qohum nəsib elib, onu kim deyər ki? Çatması, eləməsə, əlaqə çəkə həll eləyim. Birini də götürək oradan, orada bir dənə qəşəyi var. Yox, bərdəki var ha. Gör hansını istəyir, hansını ürəyin istəyir, versinlər. Salam uşaqlar. Əyləşin, əyləşin. Mən Zaur müəllimim. Bugündən etibarən coğrafiyanın üzrə dərsləri mən sizə deyəcəm. Əyləş qızım. Bəs yeganə müəllimə hardadır? Təcili Bakıya qayıdıb. Müəllim, onun telefon nömrəsi var sizdə? Yox, amma nəsə lazımdırsa mən... Özüm danışmaq istəyirəm onunla. Allah salam gecəni mənimlə nətərsiz? Mənimlə niyə qayıtdınız ki Bakıya? Anamın vəziyyəti yaxşı deyil. Məcbur qayıtdım Səriyə. Nə olub ki ananıza? Xəstədir. Türkiyədən həkim gözləyirik. Gəlsin müalicə eləsin, mən də qayıdacağam yanına. Bağışda sənlə sağollaşa bilmədim. Heç də olmaz mənimlə. Allah ananıza şəfa versin. Nə vaxt nə lazımdırsa əlaqə saxlamayın. Təzə müəllim də yaxşıdır. Sənə kömək eləyəcək. Səriyə, Nə oldu? neysən burada? Kimlə nə? Sənə var. Nətər sən o? Müəllimlə danışsam da. Dadan sən axtar, evə gedəsin. Nə sıra getmirəm, hələ dərslərim tutarmır. Nətər elə çay getmə? Mən bilmirəm. Dədəm ona deyib ki, get bacın məktəbdən evə get. Biraz tez çıx qabama, tez. Müəllimə sizi sabah yığacam. Sağ olun. Mənim telefonunuz. Süleymanın Öqavanına bir dənə film atacaq. Ay inşallah, bəyimiz deyirlər bir dəfə evli olub da. İndi bu qohum əqraba camaat bizə heç zat deməz ki. Çox yer camaat, nə deyəcək ki? Cavan oğlan idi, evləndi, arvad öldü. Dul qalası dör ki. Ya orası elədir. Və bir də deyirlər ki, onun bütün var dövlət, hamısı arvadından qalır, birinci arvadından. Görsən camaat. Sultan atı qalmışdı. Adam kimi aparar, birində dilimiz bu qoydu. Sən özün təzə gələndə bir iki gün idi ki, bir özümü şey yapardı. Nə oldu? Hamı deyir. Əldə suya oruç deyil. Suya maşın. Ya Allah! Ben O iş değil. Aman da yo. Bir yeter. Ben abi de
Yaxşı. Salon nədir? Sağ kənd alaya. Kəndin adını var, bu Sara ilə çiçeğim, bu tıraşın kəndi. Yerə. Kazım sağ bir qəşəng qız alaya. Bax, sağ söz deyirəm. O qıza bax. O pis kaldı bu arada. Onu üzerine. Ona kaldı. Bugün bak bunları. Sən niyə məndən qaçırsan ki, Səriyə? Bax, indi hansı qapını döysəydim, ayağımın altına palas sərərdilər ki, mən girim içəri. Sən naz edirsən. Sən işin gücün yoxdur, düşmüsən uşaq dağınca. Bərbərə gedirdim, üzümü başımı səliqəyə salmaq üçün. Rastıma sən çıx. Narahat olma, heç kimə murdar üzünü sərgiyə sala bilməz. Bax, nə qədər çox naz eləyəcəksən, tələ səni bir o qədər sıxacaq. Nəyə gəlirsən, andı dur. Nə var sən ki? Hünərin var, bəri addım at. Əmdiyi südü burnundan gətirərəm. Kətdə hamı səni barmağınla göstərər. Elə kətdəkilər mənim hesabıma adam olublar da. Əl vursa polisə deyərəm. Olmadı ki. Heç adam da nişanlısın polisə verir. Hə, təpən haqqı nişanlıyıq. Mən nə eləmək istəyirəm ki? Mən səndən dünyanın ən müqəddəs əməlini eləmək istəyirəm, ailə qurmaq. Andı dur, andı dur. Deyir, mən sənə doğru addım atmasaydım yıxılacaqdım. Amma tutdumsa tə buraxmaram. Niyari, başa düşürsən, qışqırma. Atam, sənin havallığını verir. Başa düşürsən, mənim sən başa tutduğun söz kəs qışqırma. İşləmə, qanayacaq, bırak. Bırak dedim, bırak beni. Sən bir də gəlib mənim qədəmdən məni istəsən var ha. Qanını son damcına kimi içəcəm. Eşitdin mi Rakif, əmi? عندي طول الوقت رغبة في القعاد على الأرض وحدي عندي طول الوقت وحدة عندي جوا الوحدة عندي طول الوقت وحدة عندي جوا الوحدة عندي طول الوقت وحدة عندي جوا الوحدة والسكات والوحدة عندي Səriyə, sənin qulağın niyə qızarıb? Qardaşımın danışmışıq, mənim ona görə qızarıbdır. Harada otur bəyə o suyu, ha? Deyo, axsın. Nöydə necə yazır? Sən içsən, saqqalsan, kutsusan, nəsən, cəmatın kişiliyi əlini çişdirsən, Birinci sinifə daxil olmamışdan qabaq müəllimdən icazə alırlar. Oldu. Aynı önünü yox, düş qabağıma. Dərs gedir. Bildin də müəllim, mən də gəlmişəm öz balama aparmağa öyə. Mən gitmək istəmirəm. Səriyə, and ol Allaha, sənin əlini, qolun qısını sındırıb... Mən bu dəqiqə polis çağıracağam.
Heç kişiyə yaraşar mı belə hərəkət? Bəs kişiyə yaraşar mı qızı ilə belə danışmaq? Deyir polis sadıdır. Nə bilim ona qutu. Polis gəlib məni ağaracaq. Mən atası o balam. Gəlirəm evə aparım, ha? Birincisi, siz mənim dərsimi pozursunuz. İkincisi, şagirdlərə görə məsuliyyəti mən daşıyıram. Dərs vaxtı uşağın başına bir iş gəlsə, cavabdeh mənəm, siz yox. Ay dədə, qurban olum, nə olar? Bax, müəllim də icazə vermir, xahiş edirəm. Düş qabağıma sən Allah. Polis çağırılmış, xahiş eləyirəm, çıxın. Şöyle. Dədə deyir çıxın da. Yaxşı, oldu. Sağ gözləyəcəm qutsada. Sənin dərsin girişsiz qutaracaq. Yaxşı mı? Biz orada, qardaşım. Gözləyəcəksən. Nə girsən? Hə? Siz bilirsiniz mən kiməm? Siz bilirsiniz mən dedəm kim? Şu qabağıma. Söyle. Ha, orada. Al almağa gəlmişik, şal almağa gəlmişik. Xoş gəldiniz. Allah mübarək eləsin. Oğullu qızlı olsunlar. Nəvələrinizin xeyir işinə gəlin. Amin inşallah. Hoş geldiniz. Bizim sizin Aksaqqal buyur. Söz sənindir. Oğullu qızlı böyüsünlər. Amin. Getdiyi ocağa ocaq daşı olsun. Amin. Balaların qucağı qundaqlı olsun. Amin inşallah. O ödən boya şikayət gəlməsin inşallah. Qazan qırağında həmişə yer var, qazanın qaynarı olsun. Nətər deyərlər, ərinin sözünə qulaq as, xoşbəxt olun, çoxlu nəvə bizə. Bir daha Allah'ın mübarək olsun. Amin inşallah. Amin inşallah. Getmək istəyirəm, ərə yox. Sən nə sırtıq adamsan, Sən olimpiyadaya özüm aparacağım. Eğer bu yüzüğü taksan. Vallahi oğlum ne deyir bir ata kimi onu eləməyə məcburam. Vallahi elə. Özü istəyib qərarına hörmətlə yanaşır. Başqa vaxt olsaydı yüzünüz üçün gəlib çıxıb gedəcəkdi. Təbii ki. Tabii biz gedək. Başqa vaxt deyirəm belə olmaz. Yəni, bir məsələ var, qızını dövməyən dizinə döyər. Elə. Daha bir tənbih eləyər. Baş.
Ayma, Manı üstün elə. ayma nə olar aç qapını. Yox. Allah haqqı talət istəyirəm. Nə olar aç qapını. Sən dünən bizi bütün el-obanın içində papağımızı yerə soxdun. Tarih istəyir. Ayma, Allah haqqı. Bir də elə qələt eləməyəcəm. Nə olar? Dədənlə mən sağa görə çalışırıq. Yoxsa elə bilirsən özümüzə görə eləyirik? O nə hoqqayda sən dünən verdin? Ha? Dədən əsəbindən partlayır da. Bilirəm, ayma. Usta, məktəb mənim ağlımı başımdan alıbdı. Məktəb. Bundan sonra məktəb zat yoxdur. Öydən də ayağını çölə atmırsan. Dədən bilsə, eşitsə, kəndə ot qoyacaq. Bildinmi? Bildim. Ağıllı qızım. Dədən bax dünən sağa görə az qala infarkt olacaqdı. Bilirəm, ayma. Usta, mən də onun yerində olsam, elə eləyərdim. Ki. Mənim gözəl qız. Mənim ağıllı qız. Qızım, sən özün dünən gördün də, nətər yaxşı oğlandı, nətər mərfətdə ailədilər. Qızım, nə olar, bu şansı əldən verməyək. Ayma, partladım ta. Hə, yaxşı, yaxşı get. Get, amma dediyimi fikirləş ha. Ay, nə danışsın? Yoxumu da? Salam Aysel. Salam qızım. Deməli burum özünün Aysel, 2 dəfə mən kartof almışdım, pul qalmışdı burada. Ha, bazarı qıramamışam qızım. Mənim özümün də pul yoxdur, Allah'ım da sizə rəsə. Deməli bu macarəşəm var artıq. Heç olmasa telefonunuzda kontur var. Telefonda kontur. Ha, var nədir? Buyurun, yeni yük hakkınız hayırlı olsun. Çok sağ olun. Alo. Alo, salam yeganə müəllimə, necəsiz? Mənəm Səriyə. Aycan Səriyə. Müəllimə hardasın? Nəsə olub? Müəllimə qurbanınız olum, gəlmə Paulina buradan. Kimdən danışsınız? Sənə nə? Alo. Müəllim, əgri dərsindir. Alo. Alo. Səriyə. Telefon kimindəz? Məndir. Maysami, Nədir? bu nə hərəkətdir? Bu qız da evli deyə buna telefon zad vermə. Cəmaatın ailəsini dağıtmaq istəyən. Bir də olmasın. Bura gəl az. Düş qabağıma evə. Ay da bırax Düş qabağıma evə.
Salam aleyküm David. Əlökçüm. Bu çiz qardaş. Nətər gəlir Süleymanın işləri? İşte 3 gün işlədi. Ondan sonra da qoyunların yarısı qırıldı, getdi. Nə demişdim, o çoban işi onluq deyil. Qulu qardaş. Salam aleyküm. Başını sağ, aşağı oturma. Ana dur çaydan bir şey verdim. Zey nəsə istəyirsən, başqa. Yox, merak etme. Pletka var David. Var. Oradan onda bir dənə qaşa şaqaladla pletka gətir. Yaxşı mı? Bax. Rəjivoy ol. Bu ya kızım bir saat ne arıyordun orada? Aa, hiçbir şey. Yıkılıp kalmıştı salada. Hemen de Ay yaxşı sesi danışma. Ha kızım gel kardeşine yemek koy yazık uşaq acından öldü. Yaxşı. Deyin deden ha. Get belə kimə istəyirsənsə də. Ah kudurmuş. Niye böyle edirsən ha? Nişanlı kız sana uşu. Sağ bir gün kəndə çıxanda tamaq görüb deyəcək ki, kim lazım buna? Səriyə, qulaqlarını aç, eşit məni. Səni bir də bu evdən çölə çıxan görsəm, özümü öldürəcəm. Hələ o müəllimim var, onu da tapıb, onu da öldürəcəm. Eşitdin? Sən yaşındakilərin hamısı məktəbə gedir. Get biraz onlardan dərs al da. Sən adam öldürmək istəyirsən ana. Mən beləyim, soyuyum, yaxşıyım, fişo. Ana, mən getdim. Aç qarnı hara gedirsən? O kızım vermir daha yemək. Ay kızlar seni gör uşağa yemek ver görüm. Dur. Biraz əlini öyrəksin. Oradan eləyəcək. On şey. Qaqaş, maşında barda çoxda karabka var, onu gətir zəhmət olur. David, bir rəjivoy ol. İnşallah toyda biz tərəfdən 100 nəfər olacaq. İnşallah. Siz tərəfdən kimlər gəlir? Biz tərəfdən hardasa elə o 35 nəfər adam olacaq. 35 nəfər. 35 çoxdursa, istəyirsiniz deyin bəzi adamlar gəlməsin. Yox. Mağarda yer olacaq. Lap yaxşı. Mən sizə etibar eləyib şey edirəm də. Sağ ol qaqaş. Nə elə çay qızdırdı, bu soyudu, bu... Bu da məndən qaynatama hədiyyə olsun. Sən Allah. Vallahi bu xəcalət versəniz. Moskvadan gətirmişəm. Dedim elə sənə pay verim. Düz əməlli telefon işlətdi. Pozvanitsa da что? Qattaca da qəşəng nömrə qoymuşam üstünə. Sağlıqla işte. Allah razı olsun, Allah razı olsun. Çox sağ ol bu gözəl hədiyyən üçün, amma səninlə bir məsələ vardı, onu danışmaq istəyirdim. Biz bu cehizli məsələsini hamısını həll eləmişəm, hamısını. Aynı önlər danışmışam, mərkəzə getdi, mebellər çox qəşəng, super qəşəng dizaynı var. Bir də əmma var ki, onu sənlə məsləhətləşmək istəyirdim. Buyur. Deməli, mən getdim, danışdım, dediyim kimi, hər şey qaydasındadır. İntihası bunlar məndən beh istəyirlər. Dedilər, əgər imkan varsa, sabahların 500 manat pul verir. İndi mən də səndən bir xahiş eləmək istəyirdim. Əgər səndə imkan varsa, mən səndən bir 500 manat borca pul götürürüm. İnşallah sabah onlara... Əgər yoxundursa, sabah götürərəm. Yəni, bugün təcili dördünə. Elə sabah verməyəcəm. Utanmırsan ha? Vallahi Rakif qardaşım, mən istəməzdim ki, sabah mənim haqqımda nəsə pis şairlər gəlsin. Deməsinlər ki, idrak qızını ərə verir, amma cehiz almayıb. Hayırdır, keç mən səndən cehiz istəmişəmmi, istəyərəmmi? Bu mənim ata borcumda, qız atasıyam, eləməliyəm. Olmalı ki. Hala bunu koy be. Ay yox, vallahi. Ürəyin nə istəyir? Götür. Ürəyin nə istəyir? Allah, yəni
heç bir narazılıq olmasın ha. Amma inan mənə, İdraç. Səndən mənə heç nə lazımdır. Hamısı dünya malıdır, dünyada qalacaq. Əsas ailə xoşbəxt idi. Da biz bir aileyik. Burası qoyun. Götür qoycum ya. Allah razı olsun. Çay içmedin ama. Alo, salam, Rakifdir danışan. Hay, Səriyə hardadır? sən kimsən hə? Səriyyənin müəlliməsi. Bəs siz kimsiniz? Sən də Allah paz olubsan Nə? Arıqsara, sabah her şey hazırdı mı? Bir de saat 5'te kızı salona aparmalıyıq. O saat 5'te sizin salonda ne yaşınız var? Ne araq kənddə bircə dənə salon var, hamı dora gedir. Yer bu adam. Yaxşı yadıma saldın, gərək sabah ləmpəni ötün deyişim. Allah sağ çox şükür. Sən ki savağı bizə nəsib elədin. Sən ki qızımızın toyunu görməyi bizə nəsib elədin. Sağ çox şükür Allah. Çox şükür. Kızımız sabah herə gedəcək. Mən də olacağım firma sahibinin qaynatası. Və mən də ferma yiyəsinin, qaynatasının arvadı. Az yaxşı. Onda mən dolaşam ferma yiyəsinin, qaynatasının, arvadının oğlu. Sən nə tər sabah doğulandı, bu nə tər bilikli uşaq. Ha qızım, və sən niyə yemək yemirsən? Və yemək ye də, sabah heyin olmaz, sonra el-oba camaat bizə nə der? Heyin olmaz. Aseriya bir tikə yedin ha? Aseriya, bıymaman sağ qurban olsun. Sabah sənin ən gözəl, ən yadda qalan günündür. Sabah sənin toyundur. Bir yemək ye ki, sonra biz belə heyin olsun, belə qavaq-qavağa oynayaq. Ye, ətə qana gəl qızım, ye. Elə kəndi qurudan sizsiz. Bu boyda problemləri görməzdən gəlirsiniz. Elə bir belə də olmalıdır. Ha kızım, niye öyle dersen ki? Hı?
Bax, yemək. Sən sabah qohmaq ravanın qavanına çıxasan, nə deyəcəklər sana? Hı? Sabah da sənin mübarək günündür. İstəmirsənmi nənəmə götüzə bəxş eləyəsən? Hə? Sabah sənin toyundur. Sən yeməsən cana gəlməsən, cana gəlməsən nənəyə götüzə bəxş eləməyəsən. Sən nənə istəmirsən toyda əllərini, qollarını qaldırıb belə oynasın. Hə? Hə nənə? Ay nənə. 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 Nənə can. Ay nənə. 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 Ay nənə. İndi yadına düşdü? Ay, tezələ yod gətir. Tezələ yod gətir. Yod get tezələ. Vallahi bunu heç olmasa sabah gecə eləyərdin. Ay Allah, Allah öldüm, ay Allah öldüm. Aslında yok. Tezələ aç. Baba, skoriya yıx. Tezələ skoriya yıx. Ulan kendin o başından biləcəklər ki ölümümüz var. Hepimiz ne hayran. Ne hayran? Tezələ. Dur, bastıra bunu. Sen bastırıp sonra bunu tezden kaldırıp tezden bastırmak lazım. Siz danışmayın. Ne olardı ki? Sabah askıra bölerdin da nene. Ben fikirləşəcəm da. Fikirlersen Allah tezile bir şey fikirler. Sen Allah bir şey fikirler, tez fikirler. Ama öyle bir şey fikirler ki bak bizi türmeye basmasınlar ha. Ha ne türmeye düşürsen ölüp de öz ezeliyle ben öldürmemişsin. Sen öldürmemişsin da. Ah, hamısına bu eylədi. Bu eylədi bunun gözü. Gözün çıxsın sənin itin balası. Deməli belə edirik. Götürür nənənin üstünü örtürüyor, atırıq qonşu otağa. Heç kim də bilməməlidir ki, nənə ölüb. Yoksa toy olmayacaq. Evet ama toyda soruşmayacaq mı ki bu ardadır? Kimin lahayla nənədirdən konservatlı toy verək, sonra gecələ deyərək ki, nənə ölüb. Yapış əlindən götür aparaq. Gözəl gündə Allah Rakif qardaşımızın, Səriyə balamızın yolunu açıq eləsin. İlahi amin. Amin. Allah Teala Atamın nənəsi ölübdür. Allah rəhmət eləsin. Ölüb eləməyib, yaşlı arvadını asaslayıb evdə uzanıb. Dünən gecə ölübdür. Dedem sizdən gizlədir ki, birdən toy saxlayarsın. Vallahi mən elə kişi deyirəm. Doğrudan yaşlı arvaddı o, bir dərman verdi. Hakkı yalan değil, vallahi yalan değil. Neydin der arvad gizlettiler. Acamat bəs niyə demirsiz axı, halı bu nənə? Oradan bir tane nənə mahnısı. Ay dede, bu məktəbdən adam gəlir. Yəni adam? Dünən o gün bizi qovan yox idi, o gəlir müəllim. Deyir, bu gün səviyyə dərsi vardı, niyə səviyyə gəlməyir? Nə deyim buna? Gəl görüm, gəl. Eşdirəm müəllim. Salam. Aleyküm. Yeganə müəllimə xahiş edirdi ki, qızınızla maraqlanın. Səriyə görə gəlmişəm.
Nə olub ki? Sabah olimpiyadası da hazırlaşmalıyıq, amma bugün məktəbə gəldim. Hazırlaşmamısınız belə. Çünki biz toya hazırlaşmışıq. Mənim qızımın bunun xeyir işidir. Siz də yürüyün deyərsinizlər, gedin orada məktəbə. Yaxşımı? Sən necə kişisən ki, balaca uşağı, dünyanın nə olduğunu bilməyən qızı ərə verirsən? Sən kimsən ki, məndən belə danışırsan, kişilikdən zatdan, hə? Bundan sonra eşmən də yox, onun əri ona cavabdehlik daşıyır. Mənim beynimi attırmayla burada. Ətrafda 150 kişi var, sən olasan qısqırdaram üstündən salarlar səni təpiyin altına. Yürü, gəlsin, yürü. Yürü! Gəl görmə, çatın. Gəl, sən. Rakif qardaş, siz narahat olmayın, mən qapıda olacağım. Oldu yenge, oldu. Toy hoşuna geldi mi Seriye? Yemek de yemedin hiç. Daha rahat olabilirsen. Uca öz evindesin. İstersen çık burada rəqs edin. Ya da orada. Yorulupsan diyesen. Ben sana demiştim bak. Təliyə düşdün, çox çırpınma. Boş-boşuna qan itirəsən. Əlimi dişləyəndə fikirləşdim ki, bu qız vəhşidir. Amma indi həmin vəhşi pişik tələdə. Əslində ailəyə tələ demək düzgün deyil. Marketdə gördüyümdən bəri bu günü gözləyirdim. Üzündəki cizgilər elə məsumdur ki, dərin təmiz, baxışların saf. Əslində mən səni də başa düşürəm. Mən də eyni hissləri yaşamışam. Özümdən 17 yaş böyük qadından evləndim. O öləndən sonra da bütün mal mülk qaldı mənə. Mən də öləcəm. Hər şeydə qalacaqsın. Hə, Zəriyə? İcazə ver öpüm səni. Ne olub orada? Racif, qurban olum, tez gəl. Televizordan gəliblər. Deyəsən nəsə çəkəcəklər. Bütün ürəyim ağzına gəlibdi. Deyəsən toyla bağlıdır. Mən evi istəyirəm.
Səsini kəs, sakit otur. Yoxsa atanı da, ananı da tutturacağım. Nənənin də yerini şəxsən özüm göstərəcəm. Sən axı istəmirsən elə olsun, düzdür? Ona görə mən də indi gəlirəm. Bəs bizə deyirlər qızın heç 14 yaş olmayıb. Kim deyir onu? Məktəbdən almışıq məlumatı. Nə məktəbi ay qızım? Biz indi burada toy eləmişik. Qız da çıxıb gedib öz öyünə. İnşallah böyüyəcək, boya başa çatacaq, qayıdacaq yenə öyünə. Burada nə var ki? Bəs necə olur? Biz getdik qızın öz evinə, orada da yox idi. Siz də indi deyirsiniz ki, qız öz evindədir. Kim deyir onu? Siz deyirsiniz. Mən deyirəm. Bəli. Yığışdır o kameranı. Yığışdır. Öydə xəstə var. Çıxaq barədə danışaq. Bir dəqiqədə çıxaq barədə. Bəs yaxşı, oğlunuz hardadır? Kimin oğlu? Sizin. Mənim oğlum. Bəli. Mənim oğlum, mən buradayam. Hara gedirsən? Dedim axı öydə xəstə var. Elə gedirik. Birincisi, siz bizim evimizdə qanunsuz çəkiliş edirsiniz. İkincisi, bizim o qızla heç bir əlaqəmiz yoxdur. O xəstə bir kənd qızıdır. Valideynləri ərə vermək istəyirlər. Mən də qətiyyətlə imtina elədim. Atam da elə utandığından bu məsələni gizlədir. Həmçinin qarşı tərəfin ailəsi. Bax belə, nə qədər ki polis çağırmamışıq, xahiş edirəm. Söndürün onu, evimizi tərk eləyin. Gedin. O nə səsi idi? O, yəqin malqara səsi olur. Televizor açıq qoyursan. Bəs yaxşı, əlinizə nə olub? Bu şey saldı, çıxın. Səni əziz bildik. Özümüzünki bildik. Bax, arsızlaşırsınız. Heç kim görə. Sən də çıx, söndür onu. Bayra çıxın. Bəs o nə videoydu elə yayılmışdı? Qızın oynama videosuydu. Az, bax, mən sana deyirəm kişi kimi. Hamısı montajdır. Heç mən orada olmamışım. Axı balaca qız oynayırdı, o nə idi elə? Nə bileyim, kes bana bu. Səriyə, aç qapını. Səriyə, eşidirsən mənə? Aç qapını. Aç görüm bu zibili. İt kız, it. Biz hardasa 5-6 saat olarıq Bakıda. Valla mən neyniyim? Ev toydaydı, indi gəl. Yaxşı. Onsa qaydırıq. Yaxşı, oldu. Oldu, sağ ol. Allah. Gedir. Bak o dübə dədəndən sana fayt, bə. Oy, kürəkəmiz idi, qanqım. Ayda Rakif qardaş. Nətər yanı qaçıb? Ay, bir olduq el opa. Ay, bir olduq el opa. Sən kimsən? Olimpiyadaya getməliyəm. Hara?
Ay bala. Kimdir? Kimin biraz asardığını bilmirsiniz. Mənə bura neçə apararsınız? 10 manat. Valla. Aç. Yeganə mənim. Səbiyə hər şey yaxşıdır. Əlmə yaxşıdır, narahat olmuyor. Dəqiq yaxşıdır. Vallahi yaxşıdır əlmə, dəqiq. Mən də anamı 1 saatlıq xəstəxanada qoyub gəldim. İnanırdım ki, gələcəksən. Mən mi getmərik? Yo, narahat olma. Hələ 5 dəqiqəmiz var. Gəl gedək. Gedək. Geç otur maşına. Yox! Siz kimsiz? Bırak kızın eline. Eşitmedin mi ha? Danışığınıza fikir verin. Ağlınız kəndinizə getməsin. Hanım bu kız benim yoldaşımdır. Yoldaşınızdır. Onda sənədləri göstərin. Ne senet? Kəbin kağızı kesmişim onların yanında. Ah, Allah senet. Dövlətin verdiyi rəsmi sənəd var. Ha, sen kimsen ki ben sana devletin kağızını gösteririm ha? Ben bu kızın dedesiyim. Al bu da senet. Kızımı aparırım eve. Düş kabağıma seriye. Gəlmirəm da əl çəkin məndən. Azadil. Sesin gözüne hoş gelmesin. Düş kabağımı benim bütün Eurobanın içinde biabır eləmişsən. Düş. Burada da bir yağbur eləyəcəm. Seriye. Ay Cabahat, baxın, bu mənim dədəmdir. İmkan vermədi mən bu günləri olimpiyadada iştirak eləyim. Öz istəyinə görə məni ərə verdi. Mən də bu günləri toy günü qaçdım, gəldim bura. O da sizin kimi valideyindir, düzdür. Amma siz ondan fərqli öz uşağınızın gələcəyinə görə burada durmusunuz. Elə mən də gələcəyinə görə Öz durmuşam. gələcəyinə görə burada durmusan. Çünki bu adamın ferması var deyə. Sən məni 5 baş qoyuna dəyişdin. 5 deyə 5. Öyle şey olmuyor. Şadi o biz aramızda. Dədəm üçün ev obanın dediyi mənim dediyimdən vacibdir. Ay Səriyə, sən hələ balaca uşaqsın. Mənim adım Səriyədir. 14 yaşım var. 8-ci sinifdə oxuyuram. Mən də istəyərdim da sizin kimi valideynim olsun, gəlib burada məni gözləsin. Amma məni zorla ərə verirlər. Sizi TikTok'ta görmüşəm. Olanmaz. Ha, Bakıda məşhursunuz. Ay o mən də öləm. Ümumiyyətcə qızını döyməyən dizini döyər. Elə döymür Rakip qardaş. Nədir biz bir iş görməmişik hər şey. Vətən. Hər şey qaydasındadır vətən. Ay, bu idraç döybü. Senin kişi boyunu yere sokum öyle. Sami, idracı bir abi çık video çıkıp ataya bakarsa. Gəl qardaş, bax telefonda da dediyim kimi ev əlim yanında satılır. Yəni alassan uduzmayassan. Yanında ferması da var. Orada ayrıca indirim eləyirsən. Niyə əlim yanındadır ki? Yəsi köçür Moskvaya. Dedi sat bir dəfəlik sonra mən gedim. Özün evə girən kimi keyfiyyəti hiss elədin. Elə belə heç rayondan ev almırsan, Bakıdan şəhərin mərkəzindən ev alırsan. Sağ ol Nazlı, sonra görüşərik.
Sonra görüşərik. Salam Nəyman. Salam. Necəsən? Yaxşıyam. Azından öyrəm. Bu gün tündünə yeməyi düşünmüşəm. Necə gedib dərslərin? Yaxşı gedir. Bu günlərin üstündən o heyvanlar mövzuları onu keçdik. Yəqin deyirəm acımısan, ha? Hə, McDonald's-dur bu. Hə, McDonald's. Nə daddır da. Nə olub mənə? Hazırsan? Nəyə? Bu nədir?